Oteldə qalaraq yolun açılmasını gözləyirik. Dünən Şaxda 23 dərəcə idi, bugün isə hava nisbətən yumşalıb, 14 dərəcəyə düşüb. Bu sözləri Musavat.com açıqlamasında Elitstar ləqəbi ilə tanınan müğənni Cəmilə İskəndərova deyib. Müğənninin sözlərinə görə Quba-Xınalıq avtomobil yolunda güclü qar yağması səbəbindən hərəkət məhdudlaşdırılıb. Hazırda avtomobillərin təkərlərinə zəncir bağlamaqla rayon mərkəzi istiqamətində hərəkətə cəhd edilir. Birazdan yola çıxmağa çalışacağıq. Mən hər il yanvarın 1-i və 2-sini Qubada keçirirəm. Yolun bağlanması səbəbindən bugün gecikdim. Təkərlərə zəncir bağlamışıq. Yolun mərkəzi hissəsi mərhələli şəkildə açılır və yavaş-yavaş hərəkət etməyə çalışacağıq, deyə Cəmilə İskəndərova bildirib. Qeyd edək ki, ötən gün Quba-Xınalıq yolunda qeyri-sabit hava şəraiti və intensiv qar yağışı səbəbindən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu səbəbdən yolda qalan şəxslər arasında Elitstar ləqəbi ilə tanınan müğənni Cəmilə İskəndərova da olub.